Mən bunu yazanda utandım. Həqiqətən utandım, Allah da şahiddir. Hədisi qüdsüdür. Allah belə buyurur, mən hər bir bəndəmlə elə məşğul oluram ki, sanki ondan başqa heç bir bəndə yaratmamışam. Allah sənə elə məşğuldur ki, elə bir dənə səni yaradıb, qutardı, getdi. Səndən başqa yer üzrə adam yoxdur. Bir dənə sənsən, bu mənadayım. Səndən elə davranır ki Allah, səndən başqa elə bir dənə məxluqu yoxdur, sənsən, qutardı, getdi. Bir sənsən, bir odur. Davamını deyim. Amma bəndələrim mənlə elə münasibət bəsləyirlər ki, sanki məndən başqa hamı onların tanrısıdır. Hamıya vaxt ayırır bəndə. Dosta, tanışa, qardaşa, yoldaşa. Hamıya vaxt ayırır, bir də mənə vaxt ayıramır bəndə. Elə onu mən yaratmamışam onu. Axı məndən mühüm kim var ki? Nə axtarsan sən? Mənlə niyə danışmırsan ki? Bağlayıram bunu. Niyə danışmırsan məndən, Allah deyir. Yəni, nə pislik eləmişəm, Allah deyir. Ehtiyacın yoxdur mənə. İstəmirsən deyim sənə həyatını, proqramını. Necə yaşasan xoşbəxt olarsan. Bəs niyə öyrənmirsən? Niyə oxumursan? Niyə Quranı Kərimi bağlamırsan, aylardır açmırsan? Ay mənim bəndəm.